Bugün bir çoxumuzun soruşduğu o sualı cavablandırmağa çalışacağıq. Vaxtımız niyə sürətlə uçub gedir? Fikir vermisənsə son 5 və ya 6 ildə vaxtımız o qədər sürətlə keçir ki, sanki illər bir-birini ötür. Bayaq biz yay tətilində idik, indi isə qış tətilinin tam ortasındayıq və özümüzü bu halda tapırıq. Əlbəttə bunlar möcüzəvi bir şey deyil, açıqlana bilər səbəbləri də var. Mən bu videoda onu sizlərlə müzakirə edib araşdıracağam. Kanalıma xoş gəldiniz. Bunun birinci səbəbi isə bizim uşaq vaxtı və indiki beynimizdə müəyyən fərqlərin olmasıdır. Biz uşaq vaxtı daha yeni-yeni öyrənirdik, yeni-yeni addım atmağa başlayırdıq, yeni-yeni oxumağı, yazmağı öyrənib, yeni-yeni insanlar tanıyırdıq, yeni-yeni insanlar sevirdik və yeni-yeni dostluqlar qazanırdıq. Bu da halıyla beynimizdə ilk dəfə baş verən proseslər olduğuna görə beyin zamanı sanki yavaş gedirmiş kimi qavrayırdı. Yadına gəlirsə, uşaqlıqdakı yay tətillərinin necə uzun, məktəb dönəmlərinin isə lap da uzun keçdiyini buradan hiss edə bilirsən. Ancaq indi gəlirsən 6-cı sinif, 7-ci sinif, 8, 9, 10, artıq 11-ci sinifin sonundasan və özün də hara gəldiyinə bilmirsən, şokdasan. Bu səndə sanki vaxt sürətli keçirmiş hissi yaradır və məhz buna görə də çaşıb qalırsan. Bunun birinci səbəbi uşaq vaxtındaykən və indiki dövrdəykən sənin beynin arasında olan müəyyən fərqlərdir. Artıq uşaqlıq dövründəki kimi deyilik. Oynamırıq, işləmirik, bir şeylə məşğul deyilik. Həyatımız dop-doludur və həyatımızda müəyyən hədəflərimiz və məqsədlərimiz var. Bir zamanlar məktəbdən gələrkən çantanı açıb televizora baxan bizlər artıq kimya, biologiya, tarixlərlə, ingilis dillərlə başımız qarışıb. Telefona belə çox az giririk, vaxtımız da sürətli keçir telefona girməsək belə. Günümüz o qədər doludur ki, hətta evə yatmaq üçün gəldikdə deyə bilərəm. Və buna görə də zaman dolu-dolu keçdiyinə görə sən zamanı düşünmədiyin üçün zaman daha da sürətli keçir. Məsələn, uşaq vaxtı televizorda bir cizgi film verirdilər. O cizgi film 6-da verirdi. Sən isə deyirsən ki, ayda bir dənə saat 6 çatsaydı da bu cizgi filmi izləsəydim deyirsən. Və ya məktəb başlayırdı birinci gün, sən səbirsizliklə bazar gününü gözləyirdin. Ancaq bir də görürsən ki, bir bazar, artıq vaxt o qədər sürətli keçir ki, birinci günlə bazar günü arasındakı günlər quş kimi uçub gedir. Bax, buna görə də biz vaxtın sürətli keçdiyini fərz edirik. Bu bahanə ola bilərmi? Əlbəttə xeyr. Vaxt sürətli keçir deyə dayanmaq olmaz. Çünki vaxt dayanıb gözləyən seçmir. İstənilən insan üçün keçərlidir. İstər milyoner olsun, istər küçədə yaşayan birisi olsun, istər orta imkanlı biri olsun, istərsə mən və ya sən olsun. Vaxt bizim üçün istəklərimizə tabe deyil, vaxt bizim öz əlimizdə olan bir şey deyil. Vaxt daima irəliləyir, hər kəsin 24 saat vaxtı var. Vaxt özündən səmərəli istifadə edənlərə qiymətləndirir, hədiyyələr verir ki, bu hədiyyələr maddi və ya mənəvi qazanc şəklində ola bilər. Necə ki, sən görürsən məsələn, bütün gününü boş-boş keçirdiyində sabahki hazırlıqdan pis nəticə göstərsən, amma dolu-dolu keçirdikdə sabahki hazırlığından yaxşı və müsbət nəticə alırsan. Və ya bugün idmana gedirsən, sabah idmana gedirsən, 3 ay, 6 ay, 9 ay, 1-2 ildən sonra nəticələr görməyə başlayırsan. Və ya bugündən rəsm dərnəyinə yazılmağa başlayırsan, 3 ay, 6 ay buraxmırsan və 1-2 ildən sonra elə rəsmlər çəkirsən ki, 1-2 il öncəki sən görsə deyər ki, sanki bunu mən çəkməmişəm, misalı bir tərif deyərdi sənə. Və bu da zamanın insanın necə istifadə etdiyini, insanlar zamanı idarə edə biləcəyini və daha da qabağa getmək üçün zamanı səmərəli istifadə etməyi öyrədir ki, bu mənim deyəcəyim bir şey deyil, tamamilə sənin öz kəşf edəcəyin bir metodika, bir üsul olmalıdır. Zamanı özün bölməlisən, özün səmərəli şəkildə istifadə etməlisən. Yenə dediyim kimi, hər kəsin 24 saat zamanı var. Önəmli olan bu deyil, önəmli olan 24 saatın içində sənin nə etdiklərindir. 24 saatında sən 5 addım mı atdın, 10 addım mı atdın, 15 addım mı atdın və ya heç bir addım atmadın. Zaman buna dəyər verir. Sən məsələn 5-10 addım atsan, bu hər gün yığılsa 3000-4000 addıma illik nəticəyə bərabər ola bilər. Ancaq heç addım atmasan bir nəticə alma. Daha sonra zamanı günahlandırma ki, bəs mən zamanım uçub getdi, zamanımı səmərəli keçirə bilmədim. Çünki keçirmək istəmədin. Sən zamanını səmərəli keçirmək istəsəydin, hal-hazırda müəyyən qədər nailiyyətlərə gəlib çatmışdın və ya zamanını səmərəli keçirdinsə, indi nailiyyətlərini də özün müşahidə edə bilirsən. Zaman özünə qiymət verənləri sevir.
Zamana qiymət versən, zaman da sənə faydalı iş əmsalı kimi daha çox gəlir gətirəcək. Və bu gəlirlərin müxtəlif səbəbləri və müxtəlif qaynaqları ola bilər. Bunlar insandan insana dəyişə bilər. Önəmli olan zamanımızdan düzgün istifadə etməkdir, zamanımızı düzgün bölməkdir, zaman bölgüsü zamanı səhvlərə yol verməmək, bəzən isə istirahətlərə də yol verməliyik. İzlədiyin üçün təşəkkür edirəm. Açıqlamadakı linkdə də WhatsApp kanalıma qatıla bilərsən. Sağ ol. Salamat qal.